Herkese salam. Bugün sizlərlə adi və onluq kəsrlər mövzusunun izahına baxırıq. Natural ədədlər mövzusunun part 1 və part 2 kanalda var. Kim istəsə girib oradan izləyə bilər. İndi isə adi və onluq kəsrlər mövzusunun izahına baxırıq. 13 başlıqdan ibarətdir. Mən 7 başlığını bugün izah eləyəcəm. Part 2-də isə qalan 6 başlığını. Eləyəsə vaxt itirmədən başlayaq. Birinci başlığımız nədir? Adi kəsir. Adi kəsir ümumiyyətlə məsəl üçün elə adi adından da olduğum ki, adi kəsir 2-də 1, 3-də 2. Adi kəsir bax burada da veriblər 5-də 2, 4-də 1, 2-də 7. Yəni adi kəsirlər elə. Sonra burada bilirik ki, 2 bizim sürətimizdir, 5 bizim məxrəcimizdir. 4-də 1-də 1 sürətimizdir, 4 məxrəcimizdir. 2-də 7-də 7 sürətdir, 2 məxrəcdir. Burada verib, bu xətt də kəsir xəttidir. Sonra gəlirik hissələrin təsviri. Mən burada hamısını ayrı-ayrı aydınlıqla izah edirəm sadə şəkildə. Hissələrin təsviri nədir? Baxın, burada dairəni 4 hissəyə bölüblər. Bu 4 hissənin bir hissəsi rənglənib. Bu bir hissədə rənglənib. Ona görə 4-də 1 yazıblar. 4 hissədən biri rənglənib. Kvadratda 4 hissədən 3-ü rənglənib. Ona görə də 4-də 3 yazıblar. Sonra düzbucaqlıda 6 hissədən 5 rənglənib. Ona görə də 6-da 5 yazıblar. Bunlar da belə. Sonra gəlirik kəsrlə bölmə əməli arasında əlaqə. Yəni, məsəl üçün, mən burada yazıram ki, 2-də 1, bu 1 bölünsün 2 deməkdir. O da 0,5 edir. Yəni, bölmə əməli deməkdir. Burada da sürət bölünəndir, məxrəc böləndir, kəsr xətti də bölmə əməlidir. Baxın, məsələn, burada yazıblar 6 bölünsün 2 bərabərdir 6 bölünsün 2 deməkdir. Yəni 3. 4 bölünsün 7 bərabərdir elə 4 bölünsün 7 deməkdir. Yəni 7-də 4, 4 bölünsün 7 deməkdir. Düzgün və düzgün olmayan kəsirlər nədir bəs? Sürəti məxrəcindən kiçik olan kəsirə düzgün kəsir deyilir. Yəni ki, mən bura məsəl üçün yazıram ki, 6-da 1, sürət 1, 2, 3, 4, 5. 5-ə qədər olanda bu düzgün kəsir olur. Amma 6-da 6 düzgün olmayan kəsirdir. 5-də 5 düzgün olmayan kəsirdir. Yəni sürət və məxrəci bir-birinə bərabərsə düzgün olmayan kəsirdir. Düzgün kəsir olması üçün sürəti məxrəcindən mütləq kiçik olmalıdır. Sonra düzgün olmayan kəsir nədir? Düzgün kəsirlər vahiddən kiçikdir. Düzgün olmayan kəsirlərdə sürəti məxrəcindən böyük bərabər olmalıdır. Və vahiddən də böyük və ya vahidə bərabər. Yəni ki, məsəl üçün, mən burada 4 yazıram. Bu düzgün olması üçün məxrəc 4 olmalıdır. 4, 5, 6, belə-belə getməlidir. 4-də 4-dür, 5-də 5-dir. Yəni, sürət və məxrəci bərabər olan kəsirlər düzgün olmayan kəsirlərdir. Bu da belə. Bəs qarışıq ədəd nədir? Qarışıq ədəd, məsəl üçün, 1 tam 2-də 1. Tamı və kəsr hissəsi olan ədədlərə qarışıq ədədlər deyilir. Yəni ki, tamı da var. Tamı 1-dir, kəsr hissəsi də 2-də 1-dir. Bu qarışıq ədəddir. Məsəl üçün, deyirəm ki, 2 tam 5-də 3. Bu qarışıq ədəddir. 2 də tam hissəsidir, 5-də 3 kəsr hissəsidir. Belə deyir ki, bunlar qarışıq ədədlərdir. Sonra gəlirik qarışıq ədədlərin düzgün olmayan kəsrə çevrilməsi. Qarışıq ədədi düzgün olmayan kəsrə çevrilmək üçün nə etməliyik? Məsəl üçün, mən elə burada 2 tam 3-də 1 kəsr verilib. Elə bunu necə yazacağım? 2 tam 3-də 1 bərabərdir. Məxrəci olduğu kimi yazacağım bura məxrəci 3-ü. Burada 2-ni vuracağım 3-ə. Üstünə də 1 gələcəm. 2-ni 3-ə vuranda 6, üstünə 1 gələndə 7. Vəssalam. 4 tam 5-də 3 bərabərdir. Məxrəci olduğu kimi 5 yazacağım bura. 5-i 4-ə vuracağım. Üstünə 3 gələcəm. 5 4-ə vuranda 20, üstünə 3 gələndə 23. 7 tam 3-də 2. Buradakilərini yazıram. 7 tam 3-də 2 bərabərdir. Məxrəci 3 yazacağım bura. 3-ü 7-yə vuracağım. Üstünə 2 gələcəm. 3-ü 7-yə vuranda 21, üstünə 2 gələndə 23. Bu da belə. Baxın, burada da yazıblar. 3-dən 2-də 1-i yazıblar. 2-də 2-ni yazıblar. Məxrəcə 2-ni 3-ə vurublar. Üstündə 1 gəliblər. O da eləyib 2-də 7.
2-dən 5-də 3 kəsrin. 5-i yazıblar məxrəcə, 5-i 2-yə vurublar, üstünə də 3 gəliblər. 5-də 13. Bəs yaxşı, düzgün olmayan kəsrin qarşı qədə çevrilməsi necədir? Məsəl üçün, mən buraya yazıram ki, 4-də 7, bunu necə qarşı qədə çevirim? Yəni, burada da nə var? Məxrəci olduğu kimi yazacam bura. 7-ni böləcəm 4-ə, yəni sürətə məxrəci böləcəm. 7-ni 4-ə böləndə elə belə çubuqla böləcəm. 7 bölünsün 4. Bir dəfə düşür. 1-i 4-ə vuranda eləyir 4. 7-dən 4-ün çıxanda 3. Bu bizim nədir? Qalığımızdır. Mən bu 1-i buradan yazacam, tam hissədir. Bu 4-ü məxrəci yazacam, məxrəc olduğu kimi qalır. Qalığı da gətirib surətdə yazacam. Bu da belə. Baxın, məsəl üçün 2-də 15-i burada yazıblar. 15-i 2-yə bölüblər, 7 alınıb tam hissəsi. Qalıqda 1-dir. Elə məxrəci olduğu kimi 7-də 2-də 1. Bu da belə. Kəsrlərin əsas xassəsi nədir? Kəsrlərin əsas xassəsi odur ki, kəsrin sürət və məxrəcini eyni bir ədədə vuranda və yaxud da böldükdə kəsrin qiymət dəyişmir. Necə? Məsəl üçün, mən bura yazıram 2-də 1 kəsrim. Hər tərəfi, yəni sürəti və məxrəci mən 2-yə vururam. 2-yə 1-i vuranda eləyir 2, 2-ni 2-yə vuranda eləyir 4. Dəyişmədir ki, qiyməti. Xeyr, bunu 2-yə ixtisar aparanda elə 2-də 1 olacaq. Hər tərəfi 3-ə vururam. 2-yə vuranda 6, 3-4-ə vuranda 12. Hər tərəfi 2-yə bölürəm. Dəyişmir qiyməti. 6-nı 2-yə böləndə 3, 12-ni 2-yə böləndə 6. Yəni, sürəti və məxrəci eyni bir ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Bu da belə. Sonra deyir ki, kəsrin ixtisarı. Nədir kəsrin ixtisarı? Sürət və məxrəci vahiddən fərqli olaraq böləninə bölünməsinin kəsrin ixtisarı deyilir. Məsəl üçün, mən burada yazıram ki, 40-da 5 yazmayayım da, 40-da 20 kəsridir. Mən bunu, məsəl üçün, ikisində hər iki, yəni ikisində eyni bir ədədə bölməliyəm. Məsəl üçün, elə 20-yə gör ki, bölünür, amma kiçikdən başlayıb böləcəm ki, öyrətmək üçün. Məsəl üçün, elə 20-ni mən bölürəm 2-yə, düşür 10. 40-ı bölürəm 2-yə, düşür 20. Sonra hər tərəfin yenə 2-yə böləcəm. 10-u 2-yə böləndə 5, 20-ni 2-yə böləndə 10. 5-i 5-ə böləndə 1, 10-u 5-ə böləndə 2. 5-i 5-ə böləndə 1. 10-u da 5-ə böləndə 2. Demək, kəsrimiz 2-də 1 imiş. Və burada da 40-da 20-ni mən hər tərəfini 20-yə bölsəm, yəni sürət və məxrəc. 20-ni 20-yə böləndə 1, 40-ı 20-yə böləndə 2. Yenə 2-də 1 kəsri alınır. Deməli, sonra gəlirik, məsələn, elə burada da 120-də 8 kəsrini ixtisar eləyiblər, ardıcıl ixtisar eləyiblər. Məsəl üçün, burada 10-a bölüblər, olub 12-də 8. Sonra 2-yə bölüblər, olub 6-da 4. Sonra yenə 2-yə bölüblər, olub 3-də 2. Burada əbob tapıram, ən böyüyünə 40-a bölürlər, olur 3-də 2. Belə də tam ixtisar eləmək olar. Sonra kəsrlərin müqayisəsi. Kəsrlərin müqayisəsi nədir? Kəsrlərin müxtəlif yollarla müqayisə edilir. Biri var ki, məxrəcləri eyni olan kəsrlərin müqayisəsi. Yəni ki, 5-də 2 ilə 5-də 4-ün müqayisəsi. Görürəm ki, məxrəcləri eynidir. Məxrəcləri eynidirsə, sürəti böyük olan böyükdür, sürəti kiçik olan kiçikdir. Məxrəclərin hər ikisi 5-dir. Sürəti böyük olan 4-dürsə, 4 2-dən böyük olana görə 5-də 4 də 5-də 2-dən böyük olacaqdır. Məsəl üçün, veriblər 10-da 3 ilə 10-da 2 kəsri. Görürəm ki, məxrəcləri hər ikisində eynidir. Sürəti demək böyük olan kəsir böyükdür. Yəni 10-da 3, 10-da 2-dən böyükdür. Məxrəcləri eyni olduğuna görə. Sonra var ki, bir də sürətlər böyük olan kəsir, sürətlər bərabər olan kəsirlərin müqayisəsi. Yəni ki, məsəl üçün 3-də 5 ilə 2-də 5-in müqayisəsi. Burada sürətlər eynidirsə, məxrəci kiçik olan kəsir, məxrəci böyük olan kəsirdən böyükdür. Yəni ki, 2-də 5, 3-də 5-dən böyükdür. Sonra məsəl üçün yazıram ki, 1-də 4 ilə 2-də 4 kəsiri. Burada da sürətlər eynidir, məxrəci kiçik olan kəsir böyükdür. Yəni 1-də 4, 2-də 4-dən böyükdür. Sonra gəlirik 3-cü nədir? 3-cü də odur ki, məxrəci və sürətləri müxtəlif olan kəsirlərin müqayisəsi. Burada olunca ortaq məxrəc gətirməliyik. Yəni ki, məsəl üçün 7-də 3-dən 4-də 9-u burada veriblər. Ortaq məxrəc olması üçün məxrəcdə yerləşən ədədlərin əkobu tapılmalıdır. Yəni 7 ilə 9-un əkobunu tapmalıyıq. 7 ilə 9-un əkobu qarşılıqlı sədə ədəd olduğuna görə 7 ilə 9 olur 63. Əkobu yazıram məxrəcdə. 63-ü bölürəm 7-yə, edir 9. 9-u vururam 3-ə, edir 27. Birinci kəsirimiz 63-də 27-dir. İxtisar eləyəndə onsuz da 7 3 kəsiri alınır. İkinci kəsirimiz isə 63-də məxrəci eyni olur. 63-də 9-a bölürəm 7, 7-ni də 4-ə vururam 28.
Oldu 63-də 28. Bunu da ixtisar edəndə 9-da 4 alınır. Məxrəcləri eyni oldu, surəti böyük olan böyükdür. Yəni 63-də 28 böyükdür 63-də 27-dən. Bu da belə. Çıxılmaz da çıxılmaz deyəndə o biri böyükdürsə, yəni sürətləri eynidirsə, məxrəci kiçik olan, məxrəci böyük olandan böyükdür. Məxrəcləri eynidirsə, əksinə. Sonra bu da belə. Ad kəsirlər üzərində əməllər, yəni ki, kəsirlərin toplanması, çıxılması. Yox, bir də ki, burada 2 dənə qayda qaldı. Sürət və məxrəcləri arasındakı fərq bərabər olan düzgün kəsirlərdir. Sürət və məxrəci böyük olan kəsir böyük. Sürət və məxrəci kiçik olan kəsir isə kiçikdir. Məsəl üçün 3-də 1-dir. 3 ilə 1-in arasında fərq 2-dir. 5 ilə 3-ün arasında fərq 2-dir. 7 ilə 5-in arasında fərq 2-dir. Deməli, burada bu sürətləri arasındakı fərq eynidir və düzgün kəsirdilərsə, sürət və məxrəci böyük olan kəsir böyükdür, kiçik olansa kiçikdir. Amma düzgün olmayında isə əksinə olacaq. Sonra gəlir adi kəsir üzərində əməllər, toplanması və çıxılması. Məxrəcləri eynidirsə olduğu kimi toplayırıq. 5-də 1-in üstə 5-də 2 gələndə məxrəcləri olduğu kimi 5 qalır. 1-in də üstə 2 gələndə 5-də 3. Çıxılması da eynidir. Məsələn 7-də 4-dən 7-də 3-ün çıxanda məxrəcləri eyni qalır. 4-dən 3-ün çıxanda 1. Cavab oldu 7-də 1. Sonra məsəl üçün 8-də 3-ün 6-da 5-i toplamaq üçün bunları ortaq məxrəc gətirməliyik. Ortaq məxrəcə bayaq izah edim bu 63 məsələsində. Burada izah elədim. Bu da belə. Sonra məsəl üçün burada vacib olan nə isə qalmadı ki. Məxrəclərin müxtəlif olan kəsirlərin toplanması və çıxılması. Bunları dedim eyni məxrəcə gətirib toplayıb və çıxırıq. Məsəl üçün elə burada 4-də 3-ün 6-da 1-i görürük ki, hər ikisinin nə tapıblar? Əkov tapıblar. 12. 12-ni 4-ə bölüblər 3. 3-ü 3-ə vurublar 9. 12-ni 6-ya bölüblər 2. 2-ni 1-ə vurublar 2. Burada olub nə? 11-də 2. Çıxanda da eyni qayda ilə. B və D qarşılıqlı sadə ədədlər olarsa, bunlar bilir ki, qarşı sadə ədədlərin əkov onların hasildir axı. Ona görə. Sonra ad kəsirlərin vurulmasıdır. Necə vururuq? Məsəl üçün ilə adi qaydanın 3-də 2-ni başqa bir nümunə yazaq. Buradakını yazmayım. Məsəl üçün elə 5-də 2-ni vuracağam 3-də 1-ə. 5-i 3-ə vuracağam. Məxrəci surəti. 5-i 3-ə vuracağam 15. 2-ni 1-ə vuracağam 2. Cavab oldu 15-də 2. Bölünmədə nə alırıq bəs? Bölünmədə isə bölmək üçün birinci kəsiri olduğu kimi saxlayır, ikinci kəsiri isə tərsinə çevirib vururuq. Məsəl üçün burada 4-də 3-ü 3-də 2-yə bölüblər. 4-də 3 olduğu kimi qalıb. 3-də 2-ni 2-də 3 yazıb vurublar. Məsəl üçün mən burada adi bir məsəl üçün 5-də 3-ü bölür 5-də 8-i bölürəm 4-ə. Bərabərdir. 5-də 8, birinci kəsir olduğu kimi, ikinci isə tərsinə. Vuracam tərsinə. 4-dür, 4-də 1 yazıram. 4-ün tərsi 4-də 1-dir. 5-in tərsi 5-də 1-dir. 4 ilə də 8 ixtisar gedir, 2 qalır. Bu olur nə? 5-də 2. Bu da belə. Sonra başqa burada bir şey qalmadı. 7 başlığımızın izahını verdik. Part 1-də bu 7 başlığın izahı, part 2-də isə qalan başlıqların izahı veriləcək. Dərsimiz bu qədər. İzlədiyinizə görə təşəkkürlər.